Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 2 mərtəbəli ev çıxdı satışa 108 min manata. Paket kupçalı evdir. Bax, evin də kupçası var, torpağın da kupçası var. Alar almaz, düşəcəksiz qeydiyyata. Yerləşdiyi ərazi də hardadır? Saray postundan saraya girəndə Sənan Market var. Sənan Market keçəndən sonra sağdadır. Yoldan 200 metr məsafədədir. 200 metr məsafədən sonra bu evə gəlib çatırsınız. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir, kupçanı göstərdim. Evdə necə evdir? Yerin polu da bütün monolitdir. 1 ilə 2-nin arası da monolitdir. Yer bütün istipoldur. Yuxarı da istipoldur, aşağı da istipoldur, yuxarı da istipoldur. Demək, bura radiator alınmayacaq. Bir dənə sizə bura 32'lik kombi lazımdır. Kombini də ev satan özü hədiyyə eləyəcək evin üstündə. Yəni, gəlib qiyməti danışacaqsınız. Əgər siz bu evi götürəsi olsunuz, bir dənə qəşək 32'lik kombi də qoyulacaq. Sizə qalacaq bir dənə mətbəx mebeli, bir də hamam aksesuarları. Yəni, demək olar ki, bu ev hazırdır. Hal-hazırda koridordan başlamışsınız çəkilişimizə. Bu ikinci mərtəbəyə qalxan pilləkəndir. Burada da pilləkənin altında qaladovkadır. Kombi burada olacaq, yəqin. Kollektordur burada, hə. Kollektoru buraya yığıb. Bu da bizim sanitar qovşağımızdır. Birinci mərtəbədə olan. Bax, görürsünüz. Bax, belə. Sonra bir dənə oradan zəhmətimizi götürün. Bu koridor keramikadır, hamam tualet, bir də mətbəx keramikadır. Qalanları hamısı laminatdır. Davam eləyək qonaq otağımıza. Bax, bu qonaq otağıdır, yəni zalı. Bura tək neçədir? 8'in 4'e tək qonaq otağıdır, təsəvvür edin. 8 metr uzunluğudur, 4 metr eni, tək qonaq otağıdır. TV-stenti bura qoyublar, tok yeri, antena yeri buradadır. Bir dənə də oradan buranı götürək. Bax, bura. 32 kvadrat tək qonaq otağıdır, yəni zalı. Pəncərəsinin açılır, birbaşa öz həyətinə baxır, özü böyük pəncərələrdir. İri, böyük pəncərələrdir, kondisionerin də yeri qoyulub. İndi mətbəxə baxaq, bu birinci mərtəbəyə aid olan otaqlardır. Bu da mətbəximizdir. Bax, bu da mətbəx, meyvələrsi keramika vurulub, bütün nöqtələri qoyulub. Deməli, ev boşadaş kubiklə tikilib. Bir də izah edirəm, evimizin polu var, yeri. Ümumi hamısı betondur, styaşka beton monolitdir. Boşadaş kubiklə tikilib, 1 ilə 2'nin arası monolitdir. Lap axırda krişanın altından da 20'nin 40'a kəmər fırladılıb. İndi bu pləkən ayağını ayaqqabı ilə tutmaq olar. Hə, bu indi laklanıb, təzdən bir də restavrasiya olmayacaq. Siz inşallah gələnə qədər bu işlər hamısı görüləcək. Buradan da qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbəyə qalxanlar, siz oradan bir dənə çəkin. Qalxandan sonra yenə 2-ci mərtəbənin, bax belə də, orada korrektordur, 2-ci mərtəbənin korrektordur, oradan bəri götürün. Bax belə, bu da 2-ci mərtəbənin koridorudur. Yenə də burada sanitar qovşağımız. Baxın. Ən böyük yataq otağı hansıdır? Birinci buradan başlayaq. Ay maşallah, bu neçəyədir? 5'in 4'e bu yataq otağıdır. Bax, görürsünüz, 5'in 4'e, burada TV-stent qoyulub. 5'in 4'e 20 kvadrat tək bu yataq otağıdır. Sonra buradakı otaq, bir otaq buradadır. Bax belə, görürsünüz. Hazır, tam yaşayışı hazırdır. Bütün ev istipoldur. Birinci mərtəbədə, ikinci mərtəbədə hamısı istipoldur. Bu da bu, 3-cü otaq. Bax belə, ümumilikdə 4 otaqlı evdə. Ümumilikdə 4 otaqlı evdə. İndi bir dənə həyətini də mən buradan göstərim, həyətinə baxaq. Hörmətli izləyicilər, bu da həmin evimizin həyətidir. Həyəti də bax belə böyük geniş həyəti var, maşın saxlamağa. İstəsiniz naves də düzəltdirə bilərsiniz, besetka da yığdıra bilərsiniz. Burada bağ yeridir. Evimizin ara məsafəsi böyründən də var, arxada da var, düzdür? Necə? Qaz sayğacı, su sayğacı, işıq sayğacı, hamısı qapıdadır. Onları gələndə görəcəz. Kanalizasiyası mərkəzi, kanalizasiya trapı göstərin. Bir də buradan zəhmətimizə bu jalizi göstərək. Bir dənə jalizli, bir də karetka qapıdır, bax belə. Bunları inşallah gələndə hamısını sizə göstərəcəm. 108 min manatadır. Evin kupçası paket kupçadır. Evdə var, torpaq da var. 108 min manatdan kombi hədiyyə eləyəcək, satan özü. Qalanların da qiymətini gəlib burada danışarsınız. Yaxşı endirim eləyəcəm dedi. Allah alanı da satan da xeyir versin.